Fevralın ikisində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 3-5, gündüz 7-10 dərəcə, isti atmosfer təzyiqi isə 760 mm civə sütunu olacaq. Naxçıvanın yüksək dağlıq ərazilərində arabir qar yağacaq. Temperatur 0-6 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında, xüsusən də dağətəyi və dağlıq rayonlarda qar yağacaq. Duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 5-10 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.